Zahid Efendim der ki, olmaz mı yeryüzünde olsun bir tarikat bildiğin? Neye lazım bu kadar tarikat, bu kadar değil? Yani bunun məzği ne kadar çok olmuş olsa da, Zahid Efendim'in felsefe tarafından değil. Şimdi ne kadar çok olmuş olsa da bu yeni büyük yaradan özünü değil. Öyle. Yaradan özünü değil. Ve bunun üstünde alver elemen olmaz. Öyle. O ki bu dinler birleşmelidir, vahid din olmalıdır. Öyle de olacak. İnşallah. Yo, öyle de olur. Bu gedişat ona aparır ki, demir ki yer mekanında xətlər götürüləcək, olmayacaq xətlər. Ha, öyle. Yəni sərhədlər olmayacaq, elmlər bir elm olacaq. İnamlar bir inam olacaq. Cəmi birləşib bir olacaq. Birlikdə bunlar qalxıb yaxın o məkanlara, ya o birisi günəş qalaktikalarına bunlar birliklə gedəcəklər. Elm bir olmasa olmaz. Bu yerdə qalacaq. Yerde yaşamak olmaz. Yer gönderiştir. Qayıdış var. Böyle böyük işler olacak. Demek yerdeki bu yaşayış imaminin bir tane hususi halıdır. Hususi halı esas götürmek olmaz. İmamiye Yok. Bu yerde ya da 5 kalan o yaşam meşanlarında, planetinde olan yaşamın funksiyası, gönderişin mənası odur ki, gönderilen böyük yaradana qayıtsın. Qayıtsın onun özüne. Ama müqəddəs formasında qayıtsın. İlkindən ilkin olduğu kimi qayıtsın. Təkrar yaranış formasında yox. Təkrar yaranış, böyük yaradan ətrafında hərəkətdir. Qayıdış dəyər verər. Yəni, mən pis yığmışamsa, yığdığımın təyinatını bugün qoyuram. Və elə də təkrar yaranış olur. Amma kamillik, yəni yer üzünə göndərilmiş bəşərin işinin adı odur ki, kamilləşsin. Paçlansın ki, böyük yaradanın öz ətrafına qayıtsın. Müqəddəsliyə nəyə qayıtsın? Yox, müqəddəslikdən göndərilib hər yaranış. şimdi vahid sence o tekrar gönderişler yani bu hareket təşkil edir böyük yaradanın özünə hələ qayıtmır. Bu varlıklar için ki vacibdir, yoksa bir defa misal için elə bir yaranış geldi, deyək, insan geldi yeryüzüne. Bu elə bircə dəfə mümkündür ki, kamilləşsin, qayıtsın. Yoksa bu çoxlu təkrar olunmalıdır. Yox. Çoxlu təkrar olmayacaqlar. Olunmayacaq. Olunmayacaqlar. Bunun prinsipi, funksiyası olduğu çoxluq təşkil olunmasın. Nə qədər yaranışlar var, böyük yaradana tez qayıdış olsa, o əbədiyyətə qayıdır. Bəs onda səncə ne eləmək lazımdır ki, hər hansı bir insan ne eləsin ki, tez kamilləşsin və tez qayıtsın? O kamillik nədir? Onların bir Kamillik o varlığın özünün bir varlıq olduğunu, böyük yaradandan göndərilmiş işıq varlığı olduğunu dərk etməlidir. Buna qədər o varlıq, ya ki insan, bəşər etməməlidir. Yalan danışmamalıdır, ziyan verməməlidir, şər-şəmatət danışmamalıdır, əzab gətirmə, özü ki olmayana toxunmamalıdır, heç ona baxmamalıdır da. Ki mənim deyil, buna olmaz nə toxunmaq, nə baxmaq. Hər bir cismə, hər bir materiyaya o böyük mehribançılıqla baxmalıdır. Çünki onun içərisində, o materiyanın, varlığın, cismin içərisində olan işıqla, bunun varlığında olan işığın həmahəng vəhdətidir. O vəhdəti saxlamaq lazımdır.
Bunu götürüb bu ruçkanı tullamaq olmaz. Olmaz bunu belə eləmək. Bunu götürmürsənsə rahat da qoy. O da sənin qədərində bir varlıqdır. Sənlə onun arasında fərq varlığı yoxdur. O da zərrələr axımındadır. Sən də zərrələr axımındasın. Bunu tullamaq olmaz. Tullayıb xatirə dəymək olmaz. Sən cismani əzab verirsən. Sən özündən bunu uzaq edirsən atmağını. Uzaq edirsən. Amma cəm yaranır. Bir-birinə yaxın yaranmışdır. Bir-birinə nə qədər mehribançılıqdırsa, bir o qədər işıq axımının rahatçılığıdır. Bu parçalanmır. Bax, budur yaranır. Budur qayıdış. Cəm kainatlar bu zərrələrin hərəkəti hesabına hərəkətlərdir. O da böyük yaradanın işıq payıdır. Bunu atmış, sən böyük yaradanın özünün göndərişini tulluyursan, sən yəni qəbul etmək istəmirsən. Onunla egoizmin balaca formasının başlanğıcıdır. O egoizm böyük egoizmə gətirəcək. Bu mənəmliyə gətirir. Mənəmliyin özü ən böyük günah. Mən ola bilməz. Mənim özüm, mən bir fərd kimi olmuş olsam da, mən yenə onun özünküyəm. Böyük yaradanınam. Mən nətər deyə bilərəm, mən mənəm. Yox, o odur. Mən yaranışam. Böyük yaradanın yaranışıyam. Mən necə mən ola bilərəm? Demək ki, hər hansı insan, deyək ki, dövlət daxilində hakimiyyəti can alır. Bunun özü günahdır da. Yox, yox. O fərd varlığında güc hiss edir ki, mən idarə edə bilərəm. Sən küçə süpürən ki, deyirik ki, var. Onun əlinə süpürgəsini al qoy yanına. Denən sən idarə eləyə bilərsən, minimum deyər ki, mən öz idarəmi idarə edə bilərəm. Süpürgəçilər yıxıb başıma, bu küçəni enli uzununa süpürə bilərəm. Hər yaranışın özünün yaradıcılıq qabiliyyəti var. Hər yaranışın. Ona dediyim süpürgəsini al qoy yanına, denən ki, bunu o yaradıcılıq baxımından deyil eləyərəm. Hər bir fərd öz varlığında varlıq gücünü hiss eləyir. Böyük yaranış daxı bu. Bunu kiçiltmək olmaz. O deyir ki, mən eləyərəm. Zahirdə deyil eləyərəm. Kənardan baxıb deyir, eləmək olar. Çünki bu varlığındadır bu. Yaradıcılıq. Eləyər də. Çox rahatçılığını idarə eləyər. Əgər onun ətrafı və yaxud da cəm yeşiləsi yarısının əhalisi, varlıqları onunla bərabər düşüncədə olsun ki, hamımız yaradıcılığa xidmətçiyik. Yoxdur sənin, mənim, onun, yoxdur. Cəm yeküləsi olan elmlər birləşib bir elm səviyyəsində gəlib çıxırsa, demək, idarə etməkçilik də elə ola bilər. Hamı bir məqsədə ki, rahatçılıq olsun, bir-birimizə mehribançılıq olsun, işıq axımı çox olacaq, özlüyündə bolluq olacaq, maddi neymətlərin özlüləri çoxlaşacaq. Bu çoxluq bizim özümüzü fərd böyük yaradanın məkanına aparacaq da, etaplarla yox, 3 bölməklə yox. İmtahan, cəza, təyinat, bunlarsız getmək olacaq. Bəşəriyyət bunu dərk edəcək, gec dərk edəcək. Bu deyimləri çox gec dərk edəcək, onda birləşəcək, yığışacaqlar bir yerə. Yəni, minlərinin bir yerə yığışmağı yenə birlikdir, bir dənəsidir. Halbuki bir dənə parçalanıb min olmaqdır. Yenə fərqlənir, birdən uzaqlaşır, ya birə yaxınlaşır. Bax, budur bu gəliş-gedişin, həyatın, işin adı. Cəm bəşər soruşur, mən niyə yaranmışam, mən niyə göndərim? Niyə yaradı mən böyük yaradım? Mən niyə yaradı? Nəyə lazımıdır? Sən çox şeyə lazımsan. Sənin varlığında da hamısı. Sən lazım bildiyini elə. Başqasına ziyan eləyərsə, onun nəzərində niyə tutursan ki? Sən istədiyin ki var, özünə istəyirsənsə. Sən onun ətrafını da istər. Budur yaranır. Gəliş qayıdışdır. Göndəriş bir qayıdışdır. Göndəriş yığar, yığımdır. Məqsəd qayıtmaqdadır. Əbədiliyə əbədi qayıtmaqdır. Əbədi yaranışdır. Bu bir dəfə yaranır.
cəm yaranış görə bildiyiniz, görə bilmədiklərinizin hamısı bir də ilkdən yaranışdır. Bir dəfə yaranır. Forma dəyişilir. Yaranış dəyişilmir. Forma dəyişilir. Forma yəni deyək, canlı varlıqda deyək, heyvanat aləmi olur, balıq olur və həşərat olur, nəyəsə olur. Amma burada materiya var, cisim var. Heç bir cismi canlı varlıqdan uzaq eləmək olmaz. O da onun qədərli bir varlıq. Böyük Yaradanın mehribançılığından bu canlı varlıqdır göndərilir. Bu özü nəyə çevirir? Heyvani bir yaranışa. Böyük Yaradan günahkardır.